Zəncəfili bir dəfə də belə hazırlayın və soyuq dəyməyə qarşı, xəstəliklərə qarşı özünüzü müdafiə edin. Necə? Yaxın oturun. Zəncəfilin faydaları haqqında çox danışmışıq. Gəlin indi rahat şəkildə ev şəraitini hazırlaya biləcəyiniz və sizə sonsuz sayda fayda verəcək mükəmməl bir resept deyirəm. Yaxın oturun. Gördüyünüz kimi bizə qazan və içində qaynar su lazımdır. Zəncəfillər bax bu formada nazik doğranılıb və biz bunu nə edirik? Əlavə edirik. Bax bu qaynar suyun içində gördüyünüz kimi fikir verin. Çox rahat. Ağzını örtüb 5-6 dəqiqə qaynadacağıq. Biz nə edirik? Bal, zəncəfilin acılığını çıxartmaq üçün və güclü fayda vermək üçün bal əlavə olunur. Duz, alma sirkəsi. 2-3 dəqiqə bu qaynamalıdır. Aparıb qoyuruq qazın üstünə. Çox mükəmməl azı iyi var. Zəncəfilimiz gördüyünüz kimi hazırdır. Yerləşdirir bankanın içinə. Öz sözünü deyir. Soğundur. Qarışdırdığımız bu gözəl qarışımı da əlavə edirik. Dələ-baba reseptlərdir bunlar hamısı. 300-dən çox yaşları var. 3 sutka gözləyirik. İnsanın bir çox xəstəliklərdən qoruyan, bax bu müdafiə sistemini bilirdirsə əla, bilmirdirsə buyurun, maariflənin. Sağlam olun dostlar.